Hər vaxtınız xeyir olsun, hörmətli xanımlar və cənablar. Ölkəmizdə 9-cu dəfə keçirilən SAT forumda hər birinizi görməkdən çox şadıq, xoş gəlmişsiniz. Forumumuz ərzində bələdçiniz mən Fəridə Abdullah olacağım. Odur ki, forumumuzun rəsmi hissəsinə keçid almaq üçün Azərbaycan dövlət himnini dinləyək. Əziz dostlar, hörmətli forum iştirakçıları, SAT forum, satışın ritmi devizi ilə SAT qrupun təşkilatçılığı ilə həyata keçirilir. Forumun əsas məqsədi isə bizneslərin inkişafı, satışların stimullaşdırılması, effektiv satış strategiyası istiqamətlərinin müəyyən olunması və həmçinin də bu sahə üzrə ixtisaslaşan mütəxəssislərin müzakirəsi üçün platforma yaratmaqdır. Tədbirimiz bildiyiniz kimi 3 paneldən ibarət olacaq. İlk panelimizin mövzusu isə satışa strateji yanaşmadır. Forumumuza günümüzə bu mövzu ilə başlayacaq. Daha sonra isə ikinci panelimiz satış driverlərinə həsr olunub. Üçüncü panelimiz isə satış alətləri mövzusunda olacaq. Spikerlərimiz həmişə olduğu kimi bu dəfə də bir-birinə maraqlı və vacib mövzularda çıxış eləyəcəklər. Və təbii ki, hər çıxışdan, hər belə deyək, mövzulardan sonra isə siz spikerlərimizə öz suallarınızı verə biləcəksiniz və gün ərzində isə 2 fasiləmiz olacaq. İlk paneldən sonra yemək fasiləsi və ikinci paneldən sonra isə çay fasiləsi və təbii ki, bu fasilələrdə necə ki, günə akvaryumda siz networkingə başladınızsa, bu fasilələrdə də bunu davam etdirə və yeni əməkdaşlıqlar da qura bilərsiniz. Həmçində əyləşdiyiniz masaların üzərində də günün planı ilə bağlı detallı olaraq tanış ola bilərsiniz. Həmçinin həmin o planın arxasında SAT Group şirkətinin team building məhsulu ilə də onun haqqında da məlumat əldə edə bilərsiniz. Həmçinin də təbii ki, bu team building barədə də gün ərzində SAT forumunun əməkdaşlarına da yaxınlaşıb öz suallarınızı verə bilərsiniz. Həmçinin də qeyd edim ki, bax, bütün bu imkanlardan yararlanın və yeni əməkdaşlıqlar qurun. Nəzərinizə çatdıraq ki, 3-cü panelin əvvəlində isə bilirəm ki, bir çoxlarınız da bunu böyük maraqla gözləyirsiniz. Söhbət təbii ki, hədiyyələrdən gedir. Həmişə olduğu kimi təsadüfi üsulundan Lotodromda iştirak edərək siz hədiyyələr qazana bilərsiniz və həmin hədiyyələr nə olacaq? Gəlin o barədə qısa bir məlumat verim sizə. SAT Group Riverina
Ateldə keçiriləcək satışa rəhbərlik kursunda iştirak və həmçində ateldə istirahət edə bilərsiniz. Liv Bonadea'dan ümumi check-up paketi hədiyyə qazana bilərsiniz. 360 marketing klassik gramofon hədiyyə, həmçinin Gutenberg'dən xüsusi bir hədiyyə bağlamamız olacaq. Atels Group Fly-In atelinin daxilində yerləşən spa mərkəzində bir aylıq abunə voucheri. Arter'dən dəyəri $1000 olan Oda platformasının müəssisədə qurulmasını hədiyyə qazana bilərsiniz və təbii ki, hədiyyələrimiz bununla da yekunlaşmır. Sat qrupdan 450 AZN dəyərində Time Management kursunda iştirak. Rəmzioğlu'dan 200 AZN dəyərində hədiyyə kuponu Lux konseptdən dekor hədiyyə. Creatime'dan 300 AZN məbləğində hədiyyə kuponu, həmçinin Çaytek'dən proyektor, xüsusi bir proyektor hədiyyəsi olacaq və həmçində Nartio'dansa liderlik testindən keçmək. Yəni odur ki, gün ərzində bizimlə qalın ki, bax bu hədiyyələri qazanmaq şansı əldə eləyəsiniz. Dostlar, tədbirimizin baş tutmasında xüsusi xidmətləri olan dəstəkçilərimiz var, şirkətlər var ki, onların mütləq adlarını qeyd etməliyəm. Yəni elə başlayaq, Sat Qrup şirkətindən, bilirsiniz ki, bu forumun təşkilatçısı Sat Qrupdur. Sat Qrup artıq 11 ildir ki, şirkətlərin inkişafına 3 əsas istiqamətlərdə dəstək göstərir və istərdim ki, o 3 istiqamət barədə qısa bir məlumat verim sizə. Təlimlər və inkişaf proqramları, liderlik yetişdirilməsi, satış və müştəri yönümlü komandaların peşəkarlığının artırılması məqsədi ilə yerli bazarın tələblərinə uyğunlaşdırılmış, yüksək dinamikalı və effektiv təlimlər təşkil edir. Sat Qrup hər il yüzlərlə korporativ və açıq təlim həyata keçirir. Digər bir istiqamətimiz isə konsalting xidmətləridir. 100-dən çox şirkətə satış və marketing fəaliyyətlərinin sistemləşdirilməsi, gücləndirilməsi və effektiv bazar strategiyalarının hazırlanması istiqamətində məsləhətçi dəstəyi göstərir. Üçüncü istiqamətimiz isə qiymətləndirmə və diaqnostikadır. Belə ki, 2024-cü ildən etibarən Sat Qrup əməkdaşlarının bacarıq və qabiliyyətlərinin ölçülməsi üçün ən müasir qiymətləndirmə alətlərindən biri olan Nartio platformasının Azərbaycandakı eksklüziv distributorudur. Nartio artıq onlarla şirkət tərəfindən qəbul və vəzifə artımı proseslərində istifadə olunur. Nəzərinizə çatdırım ki, Nartio stendinə yaxınlaşıb, qeydiyyatdan keçib, praktik testini də hədiyyə qazana bilərsiniz. Dostlar, növbəti ay Sat Qrup şirkətinin təşkilatçılığı ilə regionda Riverin Ateldə 2 günlük satışa rəhbərlik kursu başlayacaq. Odur ki, ətraflı məlumatı da elə siz Sat Qrup şirkətinin əməkdaşlarına yaxınlaşıb, həm məlumat əldə edib, həm də endirim də qazana bilərsiniz və bundan başqa Latodromda iştirak eləyərək də bu xidmətdən pulsuz hədiyyə kimi qazana bilərsiniz. Uzun illərdir ki, çap tərəfdaşımız olan Creatime da bu tədbirdə bizimlədir. Reklam sektorunun aparıcı markalarından biri kimi 15 ilə yaxındır ki, fəaliyyət göstərir. Fərdi promo sifarişlərindən tutmuş, açıq hava reklamlarına qədər geniş bir spektr əhatə edən bir şirkətdir Creatime. Odur ki, brendlərin yadda qalmasına və bazarda fərqlənməsinə də bu şirkət dəstək olur. Təşəkkür edirik. For the next stage sloqanı ilə forumun kreativ və media tərəfdaşı isə 360 marketing agentliyidir. Bugünkü tədbirdə gördüyünüz bax, bütün bu vizual konsept, foto-video çəkiliş məhz 360 marketing komandasına məxsusdur. Şirkətinizin marketing fəaliyyətini növbəti mərhələyə daşımaq üçün 360 marketing agentliyinə də müraciət edə bilərsiniz. Sponsorumuz Lux Concept. Bu barədə istəyirəm sizə qısa məlumat verim. İnteriyer dizayn və mebel sayəsində funksionallıqda estetik zövqü birləşdirən premium bir brenddir. Şirkət yaşayış və kommersiya məkanları üçün rahatlıq, keyfiyyət və uzun ömürlü dizayn həlləri təqdim edir. Onların yanaşmasında Lux sadəcə dəbdəbə deyil, ən əsası isə onun əsasında bir rahatlıq da dayanır. Hətta Lux Concept öz stendində hədiyyəli, maraqlı bir yarışma da keçirir. Öz instinktinə güvənirsinizsə əgər həmin stende yaxınlaşın və ofis masanız üçün də gözəl bir dekor qazana bilərsiniz. Sat forumun bugünkü digər sponsoru isə Atels Group'dur. Atels Group qonaqpərvərliyi və sağlamlıq sahələrini bir araya gətirən çox şaxəli fəaliyyət modeli ilə seçilir. Qrup atelçilik, tibbi laboratoriya və sağlamlıq mərkəzi üzrə xidmətlərini vahid konsepsiya çərçivəsində təqdim edir. Odur ki, Atels Group'a öz minnətdarlığımızı bildiririk. Sponsorumuz Rəmzioğlu Paxlava şirkəti də ənənəvi Azərbaycan paxlavasını müasir keyfiyyət standartları ilə birləşdirir. Onu yerli və beynəlxalq arenada uğurla təmsil edən bir
bir şirkətdir, bir markadır. 2005-ci ildən un məmulatları sayəsində fəaliyyətə başlayıb, 2013-cü ildən isə paxlava sayəsində peşəkar yolunu davam etdirən Rəmzioğlu paxlava, eyni zamanda Türk paxlavası sayəsində də ustalığı və keyfiyyəti ilə bu sahənin aparıcı brendlərindən, simalarından birinə də çevrilib. Rəmzioğlu ənənə qorumaqla yanaşı, müasir istehlakçı gözləntilərinə uyğun yenilikləri tətbiq eləməklə milli şirniyyatları sadəcə məhsul deyil, Azərbaycan mədəniyyətinin bir parçası kimi də yaşatmağı və bu dəyəri dünyaya doğru şəkildə çatdırmağı öz gündəlik fəaliyyətinin əsas məqsədi hesab edir. Elə tədbirimiz ərzində də Rəmzioğlu paxlava stendinə yaxınlaşıb Milli Azərbaycan paxlavası və həmçində Türk paxlavasının ən seçmə nümunələrindən tanış ola bilərsiniz, qonaqlara təqdim olunacaq. Zəngin dadları yaxından kəşf etmək üçün sizi Rəmzioğlu paxlavanın da stendinə yaxınlaşmağa dəvət edirik. Digər bir sponsorumuz dostlar, Liv Bonadea Hospital'da Bakının mərkəzində yerləşir. Beynəlxalq standartlara cavab verən özəl bir tibb müəssisəsidir. Burada peşəkar həkim heyəti və son texnologiyalar vasitəsilə diaqnostika, cərrahiyyə, doğuş və digər sağlamlıq xidmətləri təqdim olunur. Hər yaşda həm yerli, həm də beynəlxalq pasientlər üçün sağlamlıq ehtiyaclarınızı etibarlı şəkildə qarşılayır bu hospital. Liv Bonadea stendinə yaxınlaşıb, xəstəxanada pulsuz ilkin kosmetoloji, dermatoloji konsultasiya üçün də qeydiyyatdan keçə bilərsiniz. Sponsorumuz Gutenberg, onların da adlarını mütləq qeyd eləməliyəm. Çay, qəhvə, şokolad və aksesuar sahəsində ixtisaslaşmış, yüksək keyfiyyət standartlarına sadiq qalan bir brenddir. Brend dünyanın müxtəlif bölgələrindən gətirilmiş seçmə çay, qəhvə növləri, həmçində təbii tərkibli şokolad və şirniyyatları ilə də çox məşhurdur. Gutenberg hazırda ölkə üzrə 200-dən çox filialla fəaliyyət göstərir və istənilən sayda, istənilən büdcəyə uyğun korporativ hədiyyə həlləri də təqdim edir. Korporativ əməkdaşlıq və fərdi hədiyyə təklifləri ilə maraqlanan iştirakçılarımız, qonaqlarımız varsa mütləq Gutenberg stendinə yaxınlaşıb barədə təbii ki, maraqlana bilərsiniz. Sayt tərəfdaşımız Çaytek mobil tətbiqlərin, süni intellekt əsaslı layihələrin yazılması üzrə ixtisaslaşmış bir şirkətdir. Sizin rəqəmsal dünyada bələdçiniz, necə deyərlər, təşəkkürlər Çaytek və fəaliyyətinizdə uğurlar arzu edirik. Arter ERP tərəfdaşımızdır. Arter ERP biznes proseslərinizi asanlaşdırmaq üçün Odoo ERP ilə rəqəmsal həllər təqdim edir və Odoo hal-hazırda 15 milyondan çox istifadəçi tərəfindən 175-dən çox ölkədə istifadə olunur. Biz pərakəndə satış, istehsal, təhsil, təmir tikinti, xidmət və tekstil kimi sahələr üçün 80-dən çox modulda ERP tətbiq təcrübəsinə malikdir. Arter, həmçinin bu şirkətin məqsədi hər bir şirkət üçün inteqrasiya olunmuş və effektiv idarə etmə sistemi də qurmaqdır. Dəstəkçimiz Asteriası və həmçində dostlar, bax bu gözəl səhnə, bu gözəl rənglər, yəqin ki bəyəndiniz. Bir alqışlarınızı eşidək zəhmət olmasa. Gün ərzində məhz bu səhnədə, bu səhnə tərtibatında, LEDAZ-ın qurduğu bu səhnədə siz forumumuz ərzində spikerlərimizin mövzuları ilə, çıxışları ilə tanış olacaqsınız. Bax belə, odur ki, bütün tərəfdaşlarımıza təşəkkürlərimizi bildiririk. Onların sayəsində bugün, necə deyirlər, forumumuz əmələ gəldi.